أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. بسم الله الحمد لله والصلاة والسلام على رسول الله. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال تبارك وتعالى: وما بكم من نعمة فمن الله ثم إذا مساكم الضر وإليه تجرعون. Allah subhanahu wa ta'ala deyir ki, sizə nə nimət verilirsə hamısı Allahdandır. Sonra sizə bir zərər toxunduqda isə Allaha yalvarırsınız. İnsana iki şeyi Allah subhanahu wa ta'ala xatırladır. Bir, nimətləri bir hamısı Allahdandır. Nimətlər cürəbəcürədir, saymaqla qutarmır. Maddi nimətlər var, mənəvi nimətlər var. Hamısı Allah subhanahu wa ta'alədandır. Və in ta'uddu ni'metallahi la tuhsuha. Əl-əyə. Allah subhanahu wa ta'ala deyir ki, əgər Allahın nimətlərini saymaq istəsəniz, sayıb qutara bilməzsiniz. Nimət nədir? Dünyada sənin həyatı rahatlayan, sənə xoş olan, sənə lazım olan, sənin möhtac olduğun, hər şey. Elə sənin özlərində də nimətlər var. Bu dünyanı görürsən, eşidirsən, dünyanın nimətlərindən yiyirsən, o da nimətdir. Qəlbin var, əqlin var, o da nimətdir. Övladın var, atan, anan. Saymaqla bitməz. Lakin bu nimətlərin içərisində ən əzəmətlisi sələfdən Vahb bin Munabbih rahiməhullah deyir ki, Ruusun ni'am sələs. Bütün nimətlərin başı üçdür. Yəni, nimət çoxdur, saymaqla bitməz. Lakin əsas bu dünyada 3 dənə nimət var. Ən əfsəl, ən üstün. Fəəvvəluhə ni'mətul İslam. Bu üçün birincisi İslam nimətidir. Din, Allah subhanahu wa ta'alanın dini. Əlləti la tətimmu ni'mətun illə bihə. Heç bir nimət bunsuz olmur. Bütün nimətlər bundan tamamlanır. İnsanın İslamı olmayandan sonra, Allahla münasibətdə tövhidi olmayandan sonra Allahın bütün nimətləri o kəsdə olsa da belə faydasızdır, mənasızdır. Ona görə bu nimət bütün nimətlərin birincisidir. Din niməti. İslam niməti. Allah təbaraka və teala öz dinini nimət adlandırır. Maidə surəsinin 3-cü ayətində buyurur ki, Əl-yevmə əkməltu ləkum dinakum. Bugün sizin dininizi kamil etdim. Və ətməmtu aleykum ni'məti. Nimətimi tamamladım. Və raditu ləkumul İslamə dinə. Sizin üçün İslam dinini seçdim və razı qaldım. Allah subhanahu wa ta'ala bu ayətdə öz dinini nimət adlandırır. Bu nimətlərin birincisidir. Və səniyə, ikinci nimət, ni'mətul əfiyyə. Afiyət niməti. Əlləti la tətibul həyat illə bihə. Hansı ki, bu nimət olmasa, həyatda heç bir rahatlıq yoxdur. Afiyət, insan canında, malında, əhlində, məskənində, afiyətdədir. Yəni, rahatlıqdadır. Əgər afiyyət yoxdursa, insan heç dinini də yaşaya bilmir. Bunun biri digərini tamamlayır. İslam niməti ən əfsəl, sonra afiyyət. İnsan afiyyət içərisində olmadıqda dinini də yaşaya bilmir. İnsan sağlam olmayanda oruç tuta bilmir. İnsanın pul olmayanda zəkat vermir, həcc etmir. İnsanın sağlamlığı olmayanda cihad edə bilmir. Xəstə olduqda insan cihad edə bilmir. Zəif olduqda cihad edə bilmir. İnsan çox qocaldıqda dindən nəysə öyrənə bilmir. Yaşlılıq mane olur. İnsan zəiflədikcə, qocaldıqca namazı olduğu kimi qıla bilmir. Və sər və axır çox şey saymaq olar. Yəni, dini də iqamə etməkdən ötürü, din nimətini də yerinə yetirməkdən ötürü insana ikinci mühüm olan həyatda nimət afiyyətdir. Afiyyət, rahatlıqda olmaq. Canında, malında, yaşayışında, sağlamlığında afiyyətdə olmaq.
İbn-i Qeyyim rahiməhullah Şifəul Alil kitabında deyir ki, Mə su'ilə Rabb şeyən əhəbbə iləyhi minəl əfiyyə. Allahdan istənilən şeylərin içərisində Allaha ən sevimli olan şey, hansı şey ondan istənilir, afiyyət nemətidir. لأنها كلمة جامعة للتخلص من الشر كله وأسبابه. Çünki bu afiyyət elə bir kəlmədir ki, şərin və onun səbəblərinin hamısından xilas olmaq deməkdir afiyyət. Şər nə varsa hamısından uzaq olmaq. Ümumi afiyyət kəlməsinin mənası budur. Peyğəmbər sallallahu aleyhi ve sellem Buxari Müslimdə keçən hədisdə Abdullah bin Abbasdan gəlir. Deyir ki, Allah Rəsulü döyüşdən öncə əshabı düzürdü, nəsiyyət edirdi onlara, döyüşü hazırlayırdı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem əshabı döyüş üçün safa düzdükdə nəsiyyət edir onlara. Deyir ki, Lə tətəmənnəvul liqəl ədub. Düşmənlə izbəyoz gəlib savaşmağa Allahdan heç vaxt istəməyin. Niyə? Nə bilirsən, halı necə olacaq orada? Allah rəhəl, döyüşdür, döyüş olacaq. Döyüşə hazırlaşırlar, müşriklərlə savaşacaqlar. Savaşdan öncə Peyğəmbər sallallahu aleyhi ve sellem əshaba belə nəsiyyət edir. Deyir ki, Lə tətəmənnəvul liqəl ədub. Düşmənlə izbəyoz gəlib görüşüb döyüşməyi Allahdan təmənni etməyin. Fəsəlullahəl əfiyyə. Allahdan afiyyət istəyin. Yəni, insanın çətinlik istəməsi, insanın ağılsızlıq əlamətidir. Yəni, gedin, döyüşün, vurun, öldürün. Niyə? Çünki Peyğəmbər qadağan edir. Deyir, istəmiyim mən Allahdan. Səbəb? Çünki çətin anda insanın imanı imtihanı olur. Sən bilmirsən, çətin anda imanın qəlbində qərar tutacaq, yoxsa çıxıb gedəcək. Döyüş meydanında sönüb geri qaçmaq da var. Ayətdə Allah subhanət hələ deyir, geri qaçanlar cəhənnəmə qaçırlar. Onun üçün Peyğəmbər sallallahu aleyhi ve sellem əshabına deyir ki, Lə tətəmənnəvul liqəl ədub. Düşmənlə izbəyoz gəlib savaşmağa Allahdan təmənni etməyin. Fəsəlullahəl əfiyyə. Allahdan afiyyət istəyin. Ardında deyir ki, Fəizə ləqitumuhum. Ancaq üzbəyoz gəldikdə, döyüş meydanına çıxdıqda dönüb qaçmayın. Və aləmə ənəl cənnətə təhtə ziləlis suyuf. Və bilin ki, cənnət qılıncların kölgəsi altındadır. Yəni, istəmə, əgər baş veribsə də qaçma. Bil ki, ya öl, ya öldür. Bil ki, cənnət qılıncların kölgəsi altındadır. Lakin bunu Allahdan istəmə. Bu afiyyət nemətidir. Bütün dünya nemətləri bundan tamamlanır. İnsan xəstə olanda hər kəs bilir. Ən ləziz yeməyi versən belə deyir, dadmır, ağlımda istəyirəm dadını. Xəstəlik mani olur. İnsanın cara ağrıyanda övladına baxanda heç gözü sevim verir. Övlad da yadından çıxır. İnsan məşəqqət içərisində olduqda çox ibadətlər var ki, onları yerinə yetirə bilmir. Onun üçün İslam nemətindən sonra İslamı yaşamaqdan ötürü ikinci ədəmətli nemət afiyyət nemətidir. Və səlisətu, üçüncü nemət ni'mətul ğinə əlləti lə yətimmul əyşu illə bihə. Üçüncü nemət ğinə, zənginlik neməti, qəlb zənginliyi, nəfis zənginliyi. Hansı ki, həyat yalnız bundan tamamlanır. Əgər insanın qəlbində yoxdursa bu şey, elə fitrətən fəqir insandırsa, miskin insandırsa, dünyadan həmişə tamahlı nə olacaq? Köləsi olacaq. Onun üçün deyir ki, üçüncü nemət, ni'mətul ğinə. Ğinə, qəlb zənginliyi. Bu da Allah subhanahu wa ta'ala'nın böyük nemətlərindəndir ki, hər insana vermir buna. İmam Buxari və Müslimin Əbu Hureyrədən rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Leysəl ğinə ən kəsrətil ərad. Zənginlik, mal, pul, qızıl, gümüş, dünya malının zənginliyi deyil. Leysəl ğinə ən kəsrətil ərad. Zəngin olmaq, zənginlik, dünya malının zənginliyi deyil. Vələkinnə ğinən nəfs. Zənginlik nəfs zənginliyidir. İnsan var,
Görürsən ki, dünyadan Allah subhanahu wa ta'ala böyük pay verib insana. Ancaq yaxından tanıyanda görürsən ki, adam elə fitrətən fəqir adamdır, miskin adamdır. Doymur gözü. Acıdır. Özünə aparmağına baxsan miskin kimi aparır özünü. Ancaq dünya malı var. Niyə? Fitrətən fəqirdir. Qəlbi kasıbdır, fəqirdir, miskindir. Ancaq insan da görsən ki, dünyadan heç bir şey yoxdur. Həmin o zəngin insandan daha ürəklidir. Niyə? Çünki qəlbən zəngindir. İbn Hibbanın öz səhihində rəvayət etdiyi hədisdə Əbu Zər radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mənə dedi ki, ya Əbə Zər, ey Əbə Zər, ətərə kəsrətül məl huvəl-ğinə, sual verir. Sən deyir, çoxlu mal dövlətin zənginlik olduğunu bilirsən. Qultu nəam, dedim ki, bəli. Qalə fətərə qillətəl məli huvəl-fəqr, malın azlığını fəqirlik bilirsən. Qultu nəam, dedim ki, nəam, ya, bəli, ey Allahın rəsulü. Qalə, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, İnnəməl ğinə ğinəl qalbi, zənginlik yalnız qəlbin zənginliyidir. Vəl-fəqru fəqrul qalbi, fəqirlik isə qəlbin fəqirliyidir. Bu, Allahın verdiyi nemətlərin içərisində üçüncü ən ədəmətli nemətdir. Ğinəl qalb, ğinəl nəfs, nəfs və qəlb zənginliyi. Niyə? Bunun faydası və hikməti nədir? Faydası odur ki, doğrudan da qəlbində zəngin olan insan bu dünyaya tamaha olmur o qədər də. Tamaha olmursa pis işlərdən uzaq olur. İnsan nə zaman pis işlər görür? Yalan danışır, böhtan atır, fırıllaq edir, pis-pis işlər görür. Dünyaya qarşı sevgisi olur. Dünyadan nəsibini əldə etməkdən ötürü cürəbədərə sifətlərə girir, hallara girir və fitnə fəsad törədir. Səbəb qəlbinin fəqir olmasıdır. Ancaq bir insan ki, qəlbən zəngin insandır, o insandan heç ortaya pis əməllər, pis hərəkətlər çıxmaz. Onun üçün bu nemətlərin içərisində üçüncü ən ədəmətli nemət qəlbin ğinə, qəlbin zənginliyidir. Vahb Münabbih deyir ki, bütün nemətlərin içərisində və bütün nemətlərin başı bu üç şeydir. Birinci dindir, İslam. Allah subhanahu wa ta'ala nemətidir. Bunu hər insana vermir. İkinci, afiyət nemətidir. Allah subhanahu wa ta'ala bunu hər insana vermir. Üçüncü, nəfis, qəlb zənginliyidir. Bu neməti Allah subhanahu wa ta'ala hər kəsə vermir. Bu üç nemət Allahın verdiyi nemətlərin içərisində ən ədəmətli nemətlərdəndir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk.